Əsl kişi hisslərini bildirməz. Niye? Kişi insan değil. Əsl qadın ev işlərindən yorulmaz. Niye? Kadın robottu. Çox pul qazanmayan kişi deyil. Niye? Bankomattı. Qadın dur deyəndə durar, otur deyəndə oturar. Niye? Kadın sizin ev heyvanınızdır. Ki mən heç ev heyvanıma belə elə davranmıram. Bu məntiqsiz şablonlara uyğun olmağa məcbur deyilsiniz. Əgər siz xoşbəxtsinizsə, əgər bir-birinizin qayğısına qalırsınızsa, bu yetərlidir. Həyatda hər cür situasiyalar baş verə bilər və bəzən qadın daha çox qazanır, bəzən kişi evdə kömək edir yoldaşına və bunda utanılası bir şey yoxdur. İnsanlar bir-birinə yaxşı hiss elətdirməyə çalışırsa əgər, demək ki, o münasibət xoşbəxt münasibətdir. Unutmayın ki, sizin dəyəriniz şablonlara uyğun olub olmamağınızla ölçülmür. Sizin dəyəriniz yanınızdakı insanı xoşbəxt etmək üçün nə dərəcədə çalışmağınızla ölçülür. Əgər bir insanın sizin yanınızda olmağını seçmisinizsə, onu xoşbəxt etməyə çalışın və əlbəttə ki, özünüzü də xoşbəxt etməyi unutmayın.